Sizcə bu qutuların içində nə var? Temudan 25 ədəd eynək almışam. Gəlin birlikdə açaq. İlk eynəyimiz bu aralar trenddən heç düşməyən üst hissəsi çərçivəsiz eynəkdir. Məncə sarı çərçivə ilə mavi şüşə bir-birinə çox ahəngdar olub, amma ki nəsə çatmır. Və məncə bu çox qəşəngdir. Ümumiyyətlə leopard dəstəni eynəklərdə bəyənirəm. What do you think about it? Həyatımda istifadə etdiyim ən narahat eynək ola bilər. Bunu da çox bəyənmədim. Məncə çərçivəsi mənim üzümə çox böyükdür. Mən ümumiyyətlə böyük çərçivələr yaraşmır, üzüm balaca olduğu üçün və yumru olduğu üçün. Yandan görünüşü bu cürdür, bəlkə hansınızsa üzünüzə yaraşdırarsınız. Niyəsə hər tərəfi bir damcı mavi görürəm. Böyük ehtimal şüaya qarşı olan eynəklərdəndir. Düz Temudan belə bir şey gözləmirəm, amma nəysə. Bilmirəm, mən özümə yaraşdırdım düzü. Xoşuma da gəldi. Elmi müəllim. Dərsimi hazırlamısan? Hə, əsl müəllim. Wow deyil, yəni. Adi bir eynəkdir. Belə. Yanlarını göstərim. Əyridir. Buna baxın bir daha. Bu olmadı dostlar. Harry Potter'dan biraz cüzi fərqlənir. Bu da onun nisbətən qəhvəyi tipli rəngi. Bunu da bəyənmədim. Yəni bir damcı böyüdü sanki mənim üzümə görə, yandan da bu cür görünür. Böyük ehtimal kimisə üzünə çox yaxşı yaraşar, amma məncə məndə o deyil. Və bəyənmədim. Çox uşaq tərzidir sanki. Yəni mövzu şüşə deyil, mövzu çərçivədir. Məncə bu çərçivə mənim üzümə böyükdür. Parti eynəyidir. Parti eynəyi kimi düşün. Bu barədə bir rəy bildirmək istəmirəm. Siz özünüz öz fikrinizi rəyə yazarsınız. Məncə şüşəsi çox tündür. Mən böyük çərçivələr üzümə yaraşdırmıram, amma siz nə düşünürsünüz? Şüşəsi 11 kimidir, üst hissəsi daha tünd, alt hissəsi daha açıqdır, məncə qəşəng görünür. Yəni deməyə ehtiyac yoxdur, məncə kifayət qədər görünür ki, bunda bir əyiliyi var. Və düzü yandan görünüşünü də heç bəyənmədim. Bəs sizcə bu eynəklər arasında ən qəşəngi hansı idi və ən pis hansı idi? Rəylərdə mənlə bölüşməyi unutmayın. Hələlik.